Xaçmazda əlil qadını öldürüb meşədə bastırıblar. Hadisəni isə taksi sürücüsünün törətdiyi bildirilib. Hadisə 2 il öncə baş versə də cinayətin üstü indi açılıb. Hadisənin təfərrüatlarını izləyək. Ne bileyim bu kaçacak gidecek. Yığıb faşın paltarın sumkuya gidip. Xaçmazda 2 il əvvəl itkin düşən şəxsin meyidi tapılıb. Onun qətlə yetirildiyi məlum olub. Kaşloku açanda görür ki kaşloklu olurdu pulla. Pensiya alırdı. Her ay alıp pulunu verirdim özüne. 1000 manatı içinde kaşlokunun pul olur. Pul kulağında sırğa üzük. Götürüp çıkıp dedim de içine. Aparıp sürün meşiye. Soyup itəliyim maşından atıb yerə. Məlumata görə 59 yaşlı görmə əngəlli Gülxar Cahangirova 2023-cü il iyulun 18-də itkin düşüb. Ötən dövr ərzində itkin düşən qadının axtarışları aparılıb. Qadının meyidini yalnız 2 ildən sonra rayonun Əzizli kəndi ərazisindəki meşə massivindən tapmaq mümkün olub. Amansızcasına öldürüb onu. Amansızcasına. Zülümlə öldürüb onu. Onun meşədə qətlə yetirildiyi və elə orada da bastırıldığı bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Artıq görmə əngəlli qadını öldürməkdə şübhəli bilinən Xaçmaz rayonunun Xasıbaldaba kənd sakini taksi sürücüsü Xəqani Rəhmətov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. İstintaq araşdırmalar aparılır. Emin Vaqifoğlu, Diana Cəlali, SPS xəbər Xaçmaz.